Bu mövzu cəmiyyətin hər zaman diqqətində olub. Bununla bağlı müxtəlif müzakirələr və fikirlər də eyni zamanda var. Nədən danışırıq? Ana südündən danışırıq. Körpə hələ doğulmayıb, heç bir xəstəliklə rastlaşmayıb. Ona görə də onun təbii immuniteti formalaşmayıb. Çox eşidirik. İlk 6 ay ərzində ana südü ilə qidalanmalıdır, 2 yaşına qədər ana südü ilə qidalanmalıdır. Amma niyə? Məni ən çox təəccübləndirən və məncə bütün cəmiyyəti ən çox təəccübləndirən ana südünün tərkibində kök hüceyrələrinin olmasıdır. Anaların südlərinin tərkibi fərqlidir. Orqanizmə belə bir siqnal gedir ki, demək ki, mən normadan artıq süd istehsal edirəm, artıq süd istehsalını azaldır. Uşaqların tələbatına, yəni həminki andakı tələbatına uyğun olaraq formalaşır. Süni qidaların marketinqinə 5,5 milyard dollar investisiya qoyulur. Bəziləri faydalı, bəziləri lazımsız, ehtiyac yox deyə adlandırırlar. Mən istəyirəm elmi cəhətdən siz bildirəsiniz. Körpənin beyninin, immunitetinin və ümumilikdə orqanizminin inkişafının ən kritik dövrüdür. Düşünürlər ki, 6 ayım bəlkə tamamdır, bəlkə ana südü davam etdirim, etməyim.